Azərbaycanın qadın şahmatçılardan ibarət milli komandası İspaniyada baş tutan dünya çempionatında ikinci yerə çıxıb. Və bu uğur bir daha göstərir ki, Azərbaycanlı qadınlar yalnızca idmanda deyil, düşüncə, zəka, strategiyada da dünyanın ən gücləri ilə rəqabət aparır və qalib gəlirlər. Finalda komandamız Beynəlxalq Şahmat Federasiyasının komandası ilə qarşılaşıb. Ülviyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva 2 görüşün nəticəsinə görə rəqibinə məğlub olsalar da, bu komanda dünya sahəsində Azərbaycan qadınlarının nə qədər güclü və iddialı olduğunu bir daha göstərib. İlk qarşılaşma 3-1, cavab oyunu isə 1,5, 2,5 hesabı ilə yekunlaşıb. Turnir Azərbaycan üçün xüsusilə fərdi qadın uğuru ilə yadda qalıb. Birinci lövhədə çıxış edən Ülviyə Fətəliyeva 10 partiyada topladığı 6 xalla dünya çempionatının qızıl medalını qazanıb. Bu nəticə təkcə onun şəxsi nailiyyəti deyil, həm də Azərbaycan qadınlarının beynəlxalq arenada getdikcə daha çox söz sahibi olduğunu göstəricisidir.